Nur şəhərində təbiət, riyaziyyat və humanitar elmlər təmayüllü liseyin şagirdləri son 3 ildir ki, dalbadal ən yüksək göstəriciləri ilə digər təhsil ocaqlarından seçilirlər. Tədris ili boyunca əldə olunan nailiyyətləri ilə daim diqqət mərkəzində olmaq heç şübhəsiz məqsədyönlü fəaliyyətin təzahürüdür. Mərkəzaran Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən təbiət, riyaziyyat, humanitar elmlər təmayüllü liseyin şagirdləri ildən ilə uğurdan uğura addımlamaqda davam edir. Təsadüfi deyil ki, bu il liseyin 11-ci sinif şagirdi Zümrüd Məmmədli təkcə şəhər deyil, ölkə üzrə ən yüksək 300 maksimum imtahan balı toplamağa nail olub. Üstəlik bu il Zümrüd Məmmədli Respublika Biologiya Fən Olimpiyadasının final mərhələsinə vəsiqə qazanıb. Bu illərimə bizim 11 təbiət sinifi şəhər üzrə birinciliyi əldə elədi. Yəni sinifimizin şagirdi Məmmədli Zümrüd 300 bal topladı. Bundan əlavə sinifdəki olan şagirdlərdən 17 şagirddən 12-si 200 plus bal yığdılar. Onların hər bir çətinlikləri olanda mən çalışmışam ki, valideynlərinin məlumatı olsun, yəni müdiriyyətin məlumatı olsun. Çalışmışıq yoluna qoyaq və Ayda müəllimənin həqiqətən qayğısı nəticəsində bu günlərimə bizim şagirdlərimiz belə yüksək nəticə toplayıblar. Qeyd edək ki, qazanılan davamlı uğurlarda liseyə rəhbərlik edən təcrübəli pedaqoq Ayda İsmailovanın xidmətləri zəhməti danılmazdır. Bunu həm valideynlər, həm şagirdlər, həm də müəllimlər bildirir. Onun qətiyyəti və peşəkarlığı sayəsində illərdir ki, Mərkəzaran Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən Mingəçevir Təbiət, Riyaziyyat və Humanitar Elmlər Təmayüllü lisey davamlı təhsil uğurları qazanır. Elvin Qudrətov, Rahim İbrahimoğlu, Bugün informasiya proqramı üçün.